Bizim üçün ən dəyərli olan yaşadığımız ömürdür. Hər günümüzü sevərək yaşamalıyıq. Bu gün necə yaşayırıqsa, onu o cürdə qəbul etməliyik və buna görə Allaha şükür etməliyik. Yaşadığımız hər bir günə dəyər verməliyik. Bu gün sağlamıqsa, sabah olmaya da bilərik. Heç kim sabah nə baş verəcəyini bilmir. Sabah nə baş verəcəyini yalnız Allah bilir. Yaşadığımız hər günə şükür edib ömrümüzü və günlərimizi dəyərləndirməliyik. Çünki keçmiş günlər və ötən ömür geri dönmür.